Bakı 2015 ilk Avropa oyunlarının məşəli Cənub rayonlarının gəzdikdən sonra ilk dəfə olaraq Cəlilabad rayonuna saylı dəqiqələrdən sonra daxil olacaq. Rayon sakinləri isə bu tarixi anları böyük coşqu ilə gözləyirlər. Bakı 2015 ilk Avropa oyunlarının məşəli Cəlilabada gətirilib. Cəlilabad şəhərinin giriş qapısında məşəlin qarşılanma mərasimi olub. Boks üzrə yeniyetmələr arasında dünya ikincisi İsmail Hüseynov 1-ci Avropa oyunlarının rəmzi qapısında məşəli qəbul edib. Sonra 10 məşəlçi 4 kilometr məsafədə yürüşə başlayır. Qurtuluş prospektindən start götürən yürüşdə məşəli bir-birini ötürən idmançılar rayon sakinlərinin alqış sədaları altında Heydər Əliyev prospekti boyunca hərəkət etməklə ümummilli lider Heydər Əliyevin adını daşıyan seyrəngaha gəliblər. Bizim üçün fəxrdir ki, ilk Avropa oyunlarının məşəli Cəlilabad rayonunda da yandırıldı və bir idmançı kimi qürur keçirdirəm ki, ilk Avropa oyunlarının məşəlini aparmaq mənə də qismət oldu və bütün Azərbaycan idmançılarına bu mötəbər yarışda uğurlar arzu edirəm. Meydana toplaşanlar ilk Avropa oyunlarının məşəl estafetini qəbul edən idmançıları alqışlarla qarşılayıblar. Sonra yeniyetmələr arasında boks üzrə dünya ikincisi Elçin Hüseynov səhnəyə çıxaraq Avropa oyunlarının məşəlini alovlandırıb. İlk Avropa oyunlarının çırağı yandırılaraq yarışlar başa çatana qədər saxlanılmaq üçün rayona təqdim olunub. Sonra məşəl estafeti alov festivalı ilə davam edib. Tədbirin bayram ovqatı şəhər sakinlərinə xoş anlar yaşadıb. Avropa oyunları ilə yaxından tanış olmaq, hər kəsə özünü bu böyük tarixi hadisənin iştirakçısı kimi hiss etmək fürsəti qazandırıb. 1-ci Avropa oyunlarının məşəli daha sonra Salyan rayonuna yola salınıb. Şəmstan Fikrətli, Rəhman Məlikov, Dünya TV.